Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binəqə qəsəbəsində Dövran İnşaat tərəfdə yaxınlığında sizin üçün şəxsi bir dənə evin çəkilişinə gəlmişik. Evimiz 3 sotdadır. Hal-hazırda evimizdə də yaşayış var. Değerli dostlar, evimizin darvazası, qapısı küçəmizin üstündədir. Yəni küçəmiz də qəşəng genişdir. Tam küçənin üstündədir. Həyətində də ki, rahatçılıqla dostlar, mən 3 maşın deyim, siz 4 maşın. Yəni tam rahat şəkildə yerləşmək olur. Qəşəng styaşka beton verilibdir. Üzüm çardağımızdır. Dostlar, bir dənə heyvanımıza baxın. Ne qəşəng heyvan gətiribdir. Bir dənə heyvaya baxın. Maşallah. Doğrudan da gözəl daha heyvalarımız. Çox qəşəng. Bar veribdir. İnşallah bu evi kim alsa ağızdadı ilə də gözəl yer heyvasını. Değerli dostlar, bu evimizin böyle bir yan tərəfidir. O başta belə deyim də sizə ayaq yoludur və evin padvalına buradan daxil olunur dostlar. Evimiz kürsülüdür, yəni hündür evdir. Kvadratı qəşəng genişdir. Qazımız, işığımız, suyumuz da ki şirin sudur dostlar. Yəni Azər su, sayğacına kimi hər bir şey yerindədir. Burada bizim böyle bir nabestimizdir. Yay mətbəx kimi yerdir dostlar. Yani burada yayda özünüz üçün qəşəng pişirdiniz, qab qaşığınızı yumaq üçün, oturmaq üçün. Yəni çox gözəl şəraitdə evdir. Qiyməti də çox gözəl qiymətə deyilir. Yəni ki, endirimi də var dostlar. Qiymət başlardan baha çıxmışdır. Sonra yenə də ev gəlsi endirim eləyibdir. Keçirik evin içərisinə. Belə bir sağ tərəfdə bizim belə bir ayaq yoludur. Ayak yolu sanuzeli dostlar. Bir tane sizin için göstereyim mi? Tam etraflı. Değerli dostlar, burada bizim böyle bir geniş qonaq otağımızda qəşəng banket eləmək olar. İndi evimizin yataq otaqlarına tanışayım. Burada belə bir yataq otağıdır. Bu bizim İkinci yatağı otağımızdı. Bu da bizim üçüncü yatağı otağımızdı değerli dostlarımız. Ve keçən evimizin mətbəxi ilə tanış edəcəm. Burada ise bizim mətbəximizdir değerli izləyicilərimiz. Mətbəx mebeli də hamısı. Yəni görürsünüz çox keyfiyyətli. Hal-hazırda evimizdə də yaşayış da var. Evimizin qiyməti 62.000 manata deyilir. İnşallah gəldiyinizdə yenə də real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.